لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Müsəlman ibadət fikrini öyrənərkən mütləq ibadətin nə olduğunu bilməlidir. İbadət, Uca Allahın əmr etdiyi bütün zahiri və batini sözlər və əməllərin ümumi adıdır. Bu, çox mühüm bir məqamdır. Çünki müsəlman ibadətin həqiqətini bilməsə, Allaha bidətlərlə ibadət edə bilər. Bəzən Allahın buyurmadığı mübah işləri ibadət hesab edər. Bəzən isə vacibləri tərk edib müstəhəblərdə, bəyənilən əməllərdə səhlənkarlıq edər. Əgər Allaha ibadət etmək istəyirsənsə, bunu sadəcə təsadüfən və ya öz bildiyin kimi etmə. Sələflərdən bəziləri demişdi, məsələ sənin sevdiyin şəkildə ibadət etməyin deyil. Əsl məsələ Allahın sevdiyi şəkildə ibadət etməyindir. Namaz qılmaq istəyirsənsə, öz xoşuna gələn kimi deyil, Allahın sevdiyi şəkildə qılmalısan. Allahı onun sevdiyi şəkildə zikr etməli, onun sevdiyi şəkildə oruç tutmalısan. Buna görə də ibadətə baxarkən düşünməlisən. Bunun həqiqəti nədir? Onun şəriətdə olmasına dair bir dəlil varmı? Əgər dəlil varsa, diqqət yetirilməli olan başqa bir məqam ortaya çıxır. Bunun bir ibadət olduğunu bildikdən sonra, həmin ibadətin necə yerinə yetirilməli olduğunu da bilməliyik. Məsələn, namaz. Namazın bir ibadət olduğuna şübhə yoxdur. Bəs bu ibadət necə icra olunur? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu, məni necə namaz qılan görmüsünüzsə, siz də elə namaz qılın. Həc barəsində isə, həc ayinlərini məndən öyrənin, demişdi. Səhabələrdən biri məscidin bir kənarında namaz qılırdı. Peyğəmbər isə Allahın salamı və salavatı onun üzərinə olsun, əshabı ilə birlikdə idi. Kişi namazını bitirib gəldikdə, Allah Rəsulu, Allahın salamı və salavatı onun üzərinə olsun, ona, qayıt namaz qıl, çünki sən namaz qılmadın, dedi. Kişi yenidən namaz qıldı və qayıdıb Peyğəmbərə salam verdi. Peyğəmbər yenə, qayıt namaz qıl, çünki sən namaz qılmadın, deyə təkrar etdi. Deyilənə görə bu hal bir neçə dəfə təkrarlandı və hər dəfə Allah Rəsulu, qayıt namaz qıl, çünki sən namaz qılmadın buyururdu. Yəni, sənin bu qıldığın namaz deyil. Biz bəzi namaz qılanların qiyamət günü eyni sözü eşitməsindən qorxuruq. Sən namaz qılmamısan. Ey qardaşlar, vallahi, bu, üzərində dayanmalı olduğumuz çox ciddi bir məqamdır. Peyğəmbər Allahın salamı və salavatı onun üzərinə olsun. Ümmət üçün xeyirxah bir nəsihətçi idi. Birinin səhv etdiyini gördükdə onu xəbərdar edərdi. Amma bugün bəzi elm əhli belə elmi, nəsihəti əsirgiyirlər. Bir adam sənin namazda səhv etdiyini, namazı sürətlə qıldığını görür, amma sənə namaz qılmadın demir. Əgər ona namazın səhvdir desəm, mənə problem yaradar. Mənə çox bilmişlik etmə deyər, düşünərək insanları öz halına buraxırlar. Nəfsinizə qarşı oyaq olun və bu ibadəti qoruyun. Namazda da, orucda da və digər bütün ibadətlərdə iki əsas şərt reallaşmalıdır. Şəri dəlillə bu əməlin ibadət olduğunu, şəriətdə varlığını bilmək. Bu ibadətin necə yerinə yetirildiyini bilmək. Necə namaz qılırıq, necə oruç tuturuq, necə həcc edirik, necə zəkat veririk, Allahı necə zikr edirik. Bütün bu məsələlər mütləq qaydasına salınmalıdır.